Noyabr ayının 20'sinde Bakıda ve Abşeronda hava değişken buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin səhər yarımadanın bəzi yerlərində hava çiskinli olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 10-14, gündüz 17-22 dərəcə isti, atmosfer təzyiqi isə 768 mm civə sütunu olacaq. Naxçıvan ərazisində arabir çiskin olacaq. Havanın temperaturu 16-19 dərəcə isti gözlənilir. Sabah Azərbaycanın əksər rayonlarında yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.